Dostlar salam, bu da ödənişli yolda quraşdırılan, haqqında çox danışılan kameralar. Daha doğrusu həm radar, həm də kameralardır. Gördüğünüz kimi hardasa 3 metr hündürlüyündə belə bir yeni nəsil radarlardır, kameralardır, müşahidə kameralardır. İndi bu barədə mən istədim bunu təqdim edeyim sizə. Bax, həmin şu hissədə 2, yəni video qeydiyyat avadanlığı görünür. Onlardan biri radarındır, yəqin ki, biri də müşahidə kamerasıdır. İndi maşında bu arada mən sizə hərəkət elə məlumat verəcəm. Yəni ödənişli yolda artıq kameralar quraşdırılıb. Deməli bu radarların quraşdırılmasına hələ bu ilin yanvar ayında artıq ilk siqnalları gəlmişdi. Radar yolda bax, indi görəcəksiniz yolun sağında radar işarələri quraşdırılmışdı. Radar işarələrinə bir yerdə burada sürət həddini göstərən, maksimal sürət həddini göstərən yol nişanları da quraşdırılmışdı və burada Azərbaycan qanunvericiliyinə uyğun olaraq ən maksimal sürət həddi saatda 110 km/saat, daha doğrusu 110 km/saat sürəti göstərən yol nişanları quraşdırılmışdı. Artıq bir aydır olar radarların özləri də quraşdırıldı. Bu sürücülər tərəfindən çox belə negativ qarşılanır. Onlar bu yolda radarın olmamasını istəyirdilər. İndi radarlar barəsində məndə olan məlumatları istəyirəm sizin diqqətinizə çatdırım. Bu müasir radarlardır. Hələ ki radarlar işləmir. Necə işləmir? Radarlar test rejimində çalışır. Yəni radarların özləri hələ yoxlanılır ki, hansı işləyir, hansı tam belə deyək də düzəlib, ya hələ ki tam neysə tənzimləmək lazımdır. O rejimdə işləyir. İctimaiyyətə onlar işə salınanda bildirilib ki, ətraflı məlumat veriləcək. Yəni barədə xəbərdarlıq olunacaq. Qaldı əsas maraqlandıran insanları sürət həddidir. Sürət həddi də bizdə indi yəni qanunverici imkan verir ki, 110 km/saatdır maksimal. Daha artıq sürət qoymaq üçün qanunvericilik dəyişiklik olsun gərək və Milli Məclisdə bu qanunda yol hərəkəti haqqında qanunda dəyişiklik olsun gərək. Yəni o da məndə olan məlumata görə artıq bu barədə təkliflər verilib. Çünki tək bu ödənişli yol deyil, Qarabağ istiqamətində dəqiq bilmirəm, Füzuli yeni çəkilən yollardan biri də ödənişli olacaq və o yol və bu yollarda sürət həddi dəyişdirilməsi belə deyək təklif olunub. İndi nə qədər təklif olunub, hansı sürət təklif olunub o barədə məlumatım yoxdur. Amma indi bütün sürücülər, ödənişli yola girən sürücülər əmin olsunlar ki, hələ ki radarlar sürəti qeydə alıb cərimə yazmır. Və radarların xüsusiyyətləri barədə də onu qeyd edirlər ki, yeni radarlar, bu yeni nəsil radarlar bizim adi vərdiş olduğumuz kimi birbaşa sürəti qeydiyyata alan radarlardan deyil. Yəni onlar, məsələn mən Xaçmazdan ödənişli yola girdim, artıq Xızı ərazisindəyəm. Hardasa 5 radar və müşahidə kamerası bir yerdədir. 5 belə avadanlığa rast gəldim. Və deyilənə görə bu radarlar birbaşa sürəti qeydə almayacaq. İki radar arasında məsafədə sürücünün hərəkət elədiyi sürətə əsasən məsafəni hansı vaxta qət elədirsə, ona baxıb onun sürətini qeydə alacaq və əgər sən tutaq ki, əvvəl radarın qabağında yavaşlayıb, sonra sürəti artırırdınsa, artıq bu mümkün olmayacaq. Yəni belə deyirlər, bu da dəqiq məlumat deyil, mən bunu belə eşitmişəm. Bu bir sıra mətbuat orqanlarında belə yazıldı. Amma dəqiq bu cürdürsə onu
hələ ki bilmirəm. Yəni o, yəni ki işlək vəziyyətə düşəndə radarlar məlumat veriləcək. Bunu əlaqələndirirlər təhlükəsizliklə bağlı ki, bu ödənişli yolda bir sıra qəzalar oldu və bunu nəzərə alıb sürəti həddini, yəni artıq radarlar qeydə alacaq. Amma mən istədiyim ki, ödənişli yoldan bir media əməkdaşı kimi ödənişli yoldan olan qəzaların belə deyək, çəkilişini həyata keçirmişik filan. Elə Bakı-Quba Rusiya Federasiyası köhnə yolda sürət, radar, hər şey olsa da heç də buradan az olmur qəzalar. Yəni məncə tək qəzalar deyil səbəb. Görək necə olur. Sürət həddi bura tətbiq olunsa, radarlar tətbiq olunsa, yəni əksər sürücülərin mən fikrini öyrənmişəm. Bildirirlər ki, yəni bu yoldan istifadə eləməyin deyirlər, əhəmiyyəti qalmayacaq. Amma mən şəxsən mənim özümə qalarsa, mən yəni bu yolda 110 kilometrdir sürət maksimal. Mən də yəni 130, 140 ən çox sürəndə belə sürmüşəm. Yəni yenə də bu yoldan istifadə eləməyə davam edəcəm. Səbəb də yolun yəni düz olmasıdır, rahat olmasıdır, nəqliyyat vasitənin az olmasıdır. Yəni digər yolda yol məsələn Bakı istiqamətində Xaçmazdan Bakı istiqamətində gedəndə çox bərbad vəziyyətdədir. Ona görə əksəriyyəti gedəndə Bakıya buradan gedir. Bax, qarşıda da növbəti radardır. Uzaqdan svetofora oxşuyur. Adət elədiyimiz formada radarlar deyil. Yolun mərkəzində qoyulub. Həm hər iki istiqamətdə qeydiyyat aparır. Və siz sürücülər nə fikirləşirsiniz? Bu ödənişli yolda radarların quraşdırılması düzgündürmü? Düzgündürsə bunu əsaslandırın, düzgün deyilsə əsaslandırın. Siz də fikirlərinizi yazın. Çünki bu fikirlər nəzərə alınır. Videoları həmin belə deyək, qaydaları tətbiq edən adamlar da izləyirlər, şərhləri oxuyurlar. Hamımızın yolu açıq olsun. Xətadan, bəladan uzaq olun.